Ciğer kızartmasının hazırlanması. 2 adet aypara şeklinde doğranmış soğan, 2 xörək qaşığı duru yağla kızarılır. Kızarana yaxın üzərinə 800 qram toyuq ciyəri əlavə edilib 5-10 dəqiqə birlikdə qızardılır. Daha sonra üzərinə bir yarım stakan su və zövqə görə duz istiot əlavə edilib 15 dəqiqə suyun buxarında bişirilir. Yeməyin suyu çəkildikdə artıq hazırdır. Süfrəyə təqdim edərkən yanında kartof qızartması ilə